26-cı sualı kim izah eləmək istəyir? Uşaqlar səsim gəlir? Bəli, müəllimə gəldi. Tamam. Deməli, deyəsən heç kim izah eləmək istəmir. Deməli, kursor sənə... Hə, buyur Fatimə. Ctrl Shift N deyəndə, Ctrl N sənədin sonuna qədər, Shift var deyəndə seçir, F8 ilə də 5 dəfə. Bəli, Ctrl Shift N çıxanda kursor əgər sənədin əvvəlindədirsə, sənədin sonuna qədər bütöv sənəd seçilir. Bütöv sənədi isə F8 ilə 5 dəfə sıxmaqla seçmək olur. Yaxşı, kim deyər F8-i 4 dəfə sıxanda nə seçilir? Abzas. Bəli, düzdür. Ondan sonra 27-ci sual. Hansılar kompüterin arxitekturasının aparat vasitələrinə aid? Kim deyir, kompüterin arxitekturası hansı hissələrdən ibarətdir? Daha doğrusu, hansı qruplardan ibarətdir? Bu kimdir is olan? Mənəm. Mənəm deyərkən? İsmiyəli. Hə, ismiyəli. Burada hesablama və məntiqi imkanları idi. Aparat və proqram vasitələri 3 əsas cəhət var. Aha. Deməli, hesablama və məntiqi imkanları nələrə aid idi? Burada əmr verişdə sözündən yadımızda saxlamışdıq. Əmrlər sistemi, verilənlərin formatları, işləmə sürəti. Bəli. Onda 1-dən 4-ü çıxa bilərik də, çünki bizdən aparat vasitələrini istəyir. Yaxşı, aparat vasitələrinə nələr aid olacaq? Yaddaşdır, idarə etmə prinsipləridir. Giriş-çıxışın təşkili. Bir də kompüterin strukturu. Düz. Bəs proqramlaşdırma dilləri hara aid olacaq? Proqramlaşdırma dilləri proqram vasitələrinə aid adından gördüyü kimi. Düz. Bəli. Keçək 28-ci sual, qəşəng sualdır. Seçilmiş obyektlərin qruplaşdırılmasını təmin edən əmr Homeland tabının hansı net qrupuna yerləşir? Ümumiyyətlə, qruplaşdırma əmri harda olurdu? Arrange-də olurdu, düzdürmü? Arrange isə PowerPoint-də 2 formada verilir. Bir qrup olaraq, bir də əmr olaraq. Əgər qrup olaraq baxmaq istəyiriksə, bu zaman hara müraciət edirdik? Format köməkçi tabına. Orada arrange qrup olaraq yer alır. Əgər əmr olaraq müraciət etmək istəyiriksə, bu zaman home tabına baxırdıq. Home-da drawing lent qrupunda arrange əmri var idi və alt əmrləri arasında qrup əmri, yəni qrafik obyektlərin qruplaşdırılmasını təmin edən əmr yer alırdı. Deməli, bizdən də home-dakı qrupu soruşduğuna görə sualımızın cavabı nə olacaq? Drawing lent qrup olacaq. 29-cu sual. Aksisdə cədvəllər arasında əlaqə yaratmaq üçün hansı lent qruplarının əmrlərinə müraciət edilir? Deməli, gəlin Aksis proqramına müraciət edək. Deməli, buradan hər hansı bir cədvəl açıram. Deməli, cədvəllər arasındakı əlaqə yaratmaq üçün biz Database Tools'da Relationship lent qrupundan da əlaqə yarada bilərəm. Ondan sonra həmçinin buradan köməkçi tablardan birindəyim. Tables köməkçi tabında da deməli relationship yer alırdı. Onda deməli sualımızın cavabı hara gedəcək, hansılar olacaq? Database Tools, bir də Tables ailə tabı. Keçək 30-cu suala. Deyir, hansılar vasitəsilə cədvələ yeni sətir əlavə etmək olar? Söhbət Word proqramından gedir. Deməli, Word proqramında gəlin bir dənə cədvəl əlavə edək. Məsələn, bir dənə cədvəl əlavə elədim. İndi bu cədvələ yeni sətir necə əlavə edilir? Baxaq. Bunun üçün öncəliklə cədvəlin köməkçi tabına müraciət edə bilərsiniz. Layout köməkçi tabında Row and Columns lent qrupu var. O zaman yeni sətir əlavə etmək istəyirsənsə, Insert Row Below, bir də Insert Row Above əmrlərindən istifadə edilir. Bunlardan birincisi Above, cari sətirdən yuxarı, Below isə aşağı yeni sətir əlavə edə bilir. Bəs bunu biz klaviaturadan necə eləyə bilərik? Klaviaturadan da bunu etmək üçün kursoru cədvəlin sonuncu xanasına gətirərək tab düyməsini sıxa bilərik. Və yaxud da kursoru hər hansı bir sətrin sonuna gətirərək enter sıxa bilərik. Yəni bunlar yeni sətri əlavə edə bilər. Deyək, kursor sonuncu xanada olduqda klaviaturadan enter. Xeyr, sətrin sonunda olanda enter istifadə edilə bilir. Insert lent tabının Tables lent qrupunun əmrləri ilə. Xeyr, Tables cədvəl əlavə edir, cədvələ sətir əlavə eləmir. Sonra Layout lent tabının Row and Columns lent qrupunun uyğun əmrləri ilə. Düzdür.
Kursor sonuncu xanada olduqda tab düyməsi ilə düzdür. Layout lent qrupundan, merge lent qrupundan, xeyr, merge sətirlər, xanaların birləşdirilməsi və ya bölünməsi üçündür. Kursor birinci xanada olduqda tab düyməsi, xeyr, tab növbəti xanaya keçid təmin edəcək. Layout lent tabının tables lent qrupunda uyğun əmrlərlə, deməli, bu da olmayacaq. Layout'un tables lent qrupu yoxdur. Kursoru sətrin xaricində sağ tərəfdə yerləşdirib enter düyməsini sıxmaqla, bəli, bu da düz. Keçək 31-ci suala. Deyir təqdimatda ardıcıl olaraq 6-cı, 4-cü və 1-ci slaydlar seçildikdən sonra enter sıxılarsa nə baş verər? Bu sualı kim izah eləmək istəyir aranızda? İstənilən qədər slayd seçsək belə, ondan sonrakindən bir dənə slayd əlavə eləyəcək. İndi hansından sonra əlavə eləyəcək slaydı? 6-cından sonra. Bir dənə slayd 7-ci. Əmr nömrə 6-dır. Ona görə 6-dan sonra 7-ci slayd əlavə edilir. Yəni slaydlar qrup şəklində əlavə edilə bilməz. İndi keçək növbəti sualımıza. Deyir ki, 16 üstə 6 ədədinin 16-lıq say sistemində yazılışındakı ilk rəqəm ilə bu ədədin 10-luq say sistemində yazılışı ilə cəmini tapın. Option bunları tapaq ayıraraq da. Birinci ədədə baxırıq. Əgər demişdik ki, ədədimiz, onluq ədədimiz P vurulsun 16 üstən şəklindədirsə, bunu 16-lığa çevirəndə birinci rəqəm P, arxasına da 16-nın qüvvəti qədər 0 yazılır. Bizim ədədimiz isə 16 üstə 6-dır. Onda əmsal nə olacaq? Bunu 1 kimi qəbul edirik, yazılmayanda 1, arxasına da 6 dənə 0 gələcək. İndi bizdən də ilk rəqəm deyir, yəni 1. Üzərinə gəlsin bu ədəd. Onluq say sistemində cəmini istədiyi üçün bu ədədi nə etmək lazımdır? Onluğa gətirmək. Onluğa gətirmək üçün sağdan sola doğru rəqəmləri nömrələyirik və uyğun olaraq 2 üstü 3, üstə gəlsin 2 üstü 2, üstə gəlsin 2 üstü 0 yazıram. Çünki bu 0 yazmadım, səbəb isə 0 nəyə vursam 0-ın eləməsidir. Deməli, buradan da alınacaq 8 plus 4, yəni 12, üstünə də 1 gələndə 13. Yəni, bu 13 ilə toplayırıq. 11 ilə də 13-ü toplayanda nə alınır? 14 nəticəsi alınır. Sonra keçək növbəti bir sualımıza. Deyir, şəklə əsasən verilənlər bazası neçə sahədən ibarətdir? Ümumiyyətlə, bu cədvəlin hansı görünüş rejimidir? Kim izah eləmək istəyir? Datasheet view. Xeyr, bu da Design view'dur. Dizayn. bəli, dizayn rejimində. Hı. Dizayn rejimində biz sütunları, yəni sahələri necə sayırdıq? Sətirlər Sütunların sayını verirdi bizə. Bəli, əgər dizayn rejimində isə sətirlər sütun sayını göstərdi. Çünki biz bunu cədvələ çevirəndə bunların hərəsi nə olacaqdır? Bir sütun olacaqdır. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Deməli 7 dənə. Düz saydım, hə. 7 dənə deməli sütun olacaq. Gəldik 34-ə. Deyir, mobil cihazın oğurlanması halında və bu informasiya təhlükəsizliyi sualıdır. Özü də qəbula düşmüş sualdır. Dövlət qulluğundan götürmüşdüm. Deyir, mobil cihazın oğurlanması halında onun saxladığı məlumatların qorunmasına yardım etmir. Əslində D çoxları bəndə. keçirə bilərik. Elə burada baxanda görünür də mənə. Baxan kimi görünür, bəli. Biometrik identifikasiya üsullarından istifadə edilməsi. Bu qorunmaya yardım edir. Çünki biometriya insanın fizioloji xüsusiyyətlərinə əsaslanır. Yəni, telefonun oğurlanıbsa, sənin fizioloji xüsusiyyətlərindən istifadə edilə bilməyəcəyi üçün telefon açılması mümkün olmayacaq. Şifrələmənin aktivləşdirilməsi təbii ki, aktiv eləməlisiniz ki, deməli, məlumatlarınıza müraciət oluna bilməsin. 2 faktorlu identifikasiya, bu da düzdür. Cihazın ekran parlaqlığının azaldılması, parlaqlığın məlum məsələdir ki, bura heç bir aidiyyatı yoxdur. Uzaqdan izləmə və silmə funksiyasının aktivləşdirilməsi də aydındır. Deməli, bu belə. Gəldik 35-ci suala, praktiki bir sualdır. Yadınızdadırmı bu alt shift aşağı ox və alt shift yuxarı ox nə məqsədlə istifadə edilirdi? Yerlərini Abzasdan sonra dəyişdirirdi. aşağı dəyişdirilməz. Müvafiq Yəni, olan. yerini dəyişirdi, abzasın yerlərini dəyişirdi. Bəli. Deməli, biz birinci abzasa alt shift aşağı ox deyəndə, bu zaman birinci abzasa deyirik ki, özündən sonraki ilə yer dəyişir. Bu zaman 2 ilə 1 yer dəyişir. Bu şəkildə bir ardıcılıq alınır. Daha sonra dördüncü abzas seçilərək alt shift yuxarı ox icra edilir. Yəni, bu abzas seçilirsə,
Və alt shift yuxarı ox deyirsən. Yəni deyirsən ki, özündən əvvəlki ilə yerləş. Bu zaman nə olacaq? Bu şəkildə olacaq. 2, 1, 4, 3. Yəni sualımızın cavabı A bəndidir. Keçək 36-ya. Deyək ki, Excel 2019-da xana formatı aşağıdakılardan hansılar ola bilər? İndi Excel-dəki xana formatları, number formatı, bunlar hansılardır? Məsələn, bunun Access versiyası da var, Excel versiyası var. Excel-də General var idi, variantlarda hələ ki görmürəm. Sonra Number var idi, sonra Currency var idi. Ondan sonra Percentage var idi, Fraction var idi, Scientific, sonra Special, Custom, Date Time kimi bildiyim ədədxana formatları var idi. İndi Percentage də var. Elə bunlar olacaq. Başqa Hyperlink nəyə aiddir? Access aiddir. Attachment Access aiddir. After Number Access aiddir. All Object də Access-ə aid ediləcək. Ona görə sualımızın cavabı 1, 3, 6-dır. Gəldik 37-ci sual, şəbəkələrlə bağlı sual. OCI şəbəkə modelinin aşağıdan yuxarıya ilk 4 səviyyəsini ardıcıl düzün. Deməli, OCI modelinin ən aşağı səviyyəsi hansı idi? Fiziki. Bunu da fictionə, sınıtı ifadəsindən yadda saxlayırdıq. Fictionə, sınıtı. Deməli, bunlar hansılar idi? Fiziki, kanal, şəbəkə, nəqliyyat. İndi bizə ilk 4 səviyyə var idi. Deməli, fiziki, kanal, şəbəkə, bir də nəqliyyat. Nəqliyyat. Müəllimə aşağıdan yuxarı deyəndə də elə götürür. Aşağıdan yuxarı, yəni ən aşağı səviyyə mənasında deyil. Ən aşağı səviyyə fiziki səviyyədir. Ən yuxarı səviyyə isə tətbiq səviyyəsidir. Onda nə olacaq? Deməli 2, 4, 7, bir də 1 olacaq. 2, 4, 7, 1, yəni B bəndi. Gəldik 38-ci suala. Deyir, arrange lent qrupu hansı lent tabları vasitəsilə açılır? Söhbət Word-dən gedir. Deməli, Word-də arrange-ə hansı tablarda müraciət etmək olurdu? Layout, picture Bəli. format. Bir də format, düz. Layout və format. Layout əsas tabdır, format isə ailə tabıdır. Ondan sonra gəldik 39-cu suala. Deyir, A1 xanası seçilib, klaviaturada müvafiq olaraq tab, aşağı ox, sağ ox, sol ox, bir də enter. Uşaqlar, baxın, bunu belə yazacaqsınız. Deməli, tab düyməsi, sağa ox, sola ox. Deməli, bunlar sağa, sola doğru xananın yerini dəyişir, yəni abzas qədər. Gəlin, indi birinci bunu tətbiq edək. Siz A sütundasınız. Tab sıxanda hara gələcəksiniz? B sütununa. Sağa ox sıxanda yenidən hara gələcəksiniz? C-yə. Təzədən sol ox sıxanda yenidən B-yə gələcəksiniz. Və nəticə etibarilə hansı sütunda dayanacaqsınız? B-də. Yəni, sütun isə belə dəyişdi. Gəldik, aşağı ox və enter isə aşağıdakı sətrə, yəni növbəti sətrə keçid üçündür. Sən birinci sətirdəsən. Deməli, aşağı ox icra eləyəndə nə edəcəksən? İkinci sətrə keçəcəksən. Bir dənə də enter icra eləyəndə yenə bir sətr aşağı, üçüncü sətrə keçəcəksən. Deməli, nəticədə hansı sətr olacaq? Üçüncü sətr. Ən son dayandığım sütun B sütunu idi. Ən son dayandığım sətr isə üçüncü sətr idi. Onda cavab nə olacaq? B, 3 olacaq. Tab neynədir mənimə? Necə? Tab neynədir? Tab Yəni, sağa. da sağ oxdur. Bu ikisi bir sütun sağa keçidi təmin edir. Sol oxsa bir sütun sola keçidi təmin edir. Deməli, A bir sütun sağa keçidi B oldu. Yenə bir sütun sağa keçidi C oldu. Təzədən sol oxsa neynir? Onu sola qaytarır, yəni B-yə qaytarır. Ən son option B sütunda dayanırsan. Aşağı ox və enter isə növbəti sətrə keçid təmin edir. Ona görə sətr hissəyə 1-ə tətbiq edirəm. Bir sətr aşağı ilə də 1-dən 2-yə, yenə enter ilə bir sətr aşağı ilə də 3-ə keçmiş olur. Nəticədə sonuncu keçdiyi sətr 3, sonuncu keçdiyi sütun isə B olacaq B. Deyirsiniz, mən bunu Excel-də də göstərim. Sizə daha aydın olsun. Baxın Excel-ə. Deməli, A1 xanası seçilmişdir. Tab düyməsi sıxıldı, aşağı ox sıxıldı, sağa ox sıxıldı, sola ox sıxıldı və enter düyməsi qaldı. Həqiqətən də harda gəldi dayandı?
H-də dayanmış oldu. Həm beləcə tapacaqsınız. Sonra yoldaşlar, keçək 40-cı suala. Deyir ki, kompüterdə məsələnin həllinin 4-cü mərhələsində. İndi deyin görün mənə. Kompüterdə məsələnin həlli neçə mərhələdən ibarətdir? Kim demək istəyir? Şahinə deyə bilərsən? Yaxşı, kim deyə bilirsə desin. 6 mərhələ. Bəli, Ülker, hansı mərhələlərdə? Ülker. Birincidə məsələnin qoyuluşu, Hı-hı. sonra məsələnin tədqiqatının aparılması, Yəni analiz və tətbiqi, bəli. Sonra, sonra ona uyğun həll alqoritmi yaradılırdı. aha. Sonra 4-cü mərhələ burada həmin translyatorlar, yəni Həll proqramlaşdırma alqoritmi proqramlaşdırma dilində təsviri və ya proqramın tərtibi, sonra testləşmə, sözləmə. testləşməsi, bir də nəticənin analizi. Aha, bizdən də 4-cü mərhələdən, yəni alqoritm proqramlaşdırma dilində təsvir mərhələsindən gedir. Deyir, bu mərhələdə istifadə olunan ilkin proqramın yaradılmasını təmin edən proqramlara nə deyilir? İlkin proqram nə ilə yaradılacaq? Proqramlaşdırma dilləri ilə. Çünki elə təsvir formasının adı nədir? Proqramlaşdırma dilində təsvir. Sonra alınan bu proqram translyator vasitəsilə nəyə çevrilir? İşçi proqrama çevrilir. Sonra da belə. Keçək 41-ci suala. Deyir ki, format ses dialoq pəncərəsinə nə etmək olmaz? Bu da Excel-də məşhur və vacib sual tipidir uşaqlar. Deməli, gəlin format ses dialoq pəncərəsini açaq. Açdıq. Deməli, bunun pəncərə ləvələri, alt pəncərə ləvəsi, nom və xana formatını təyin edir. Alignment, xana daxilindəki mətnin düzləndirilməsi üçündür. Font şriftlə bağlı dəyişiklik edir. Border çərçivələyir. Fill xana fon rəngini dəyişir. Protection isə xanaları kilidləyir və düsturları gizlətmək üçün istifadə edilir. Çox vaxtı protection bölməsini mühafizə kimi başa düşürlər tələbələr. Orada mühafizə edilmir uşaqlar. Sadəcə mühafizə zamanı, məsələn, nə vaxtsa option işçi vərəqi mühafizə etsən, bu zaman xanaların kilidlənməsi və düsturların gizlədilməsi üçün nəzərdə tutulur. İndi baxaq, mətnin bir neçə tərtibdə yazılması, bunu alignmentdən eləyə bilərik. Xana daxilində mətnin yazılma istiqamətini təyin edə bilərik. Bir neçə qeyd edilmiş xananı merge centerdən, alignmentdən birləşdirə bilərik. Xanaya verilmiş adın dəyişdirilməsi bu yoxdur. Xananın adını dəyişdirmək üçün biz hara müraciət edəcəyik? Xananın adını dəyişdirmək üçün formulasına müraciət edə bilərik. Xananın kontekst menüsünə və ya ad qutusuna müraciət edə bilərik. Xananın fon rəngini dəyişmək də fill-dən mümkün idi. Sonra gəldik 42-yə, bir maraqlı sual daha. Deyir ki, Məhəmməd, kompüterdə bu ardıcıl əməliyyatları icra etdi və əməliyyatdan sonra nəticələr XLSX faylının tam adı necə olar? Deməli, yoldaşlar, deyir D diskinə cari et, yəni D diskinə daxil oldu. Sonra deyir informatika qovunu yarat. Bir sağdan yazın. D diskinə daxil olduq. İnformatika qovunu yaratdıq. Deməli, informatika. Daha sonra isə məntiq qovunu yaratdıq. Düzdürmü? Sonra deyir ki, informatika qovununa, yəni bu qovluğa daxil olduq və magistr qovlunu yaratdıq. Sonra deyir ki, məntiq qovluna, yəni məntiq qovluna daxil olduq və aşkar operatorlar qovlunu yaratdıq. Aşkar operator. Və sonra da master qovlunu yaratdıq. Deməli, həmçinin burada master qovlunu da yaratdıq. Sonra master qovlunu açdıq. Yəni bu qovluğa daxil olduq və burada nəticələr faylını yaratdıq. İndi bu nəticələr faylının tam yolunu istəyir, tam adını istəyir. Deməli, biz bunun üçün D-dən hara daxil olmalıyıq? 2 alt qovluğu var dedin. İnformatika məntiq. Mənə lazım olan istiqamət nədir? Məntiqdir.
Məntiqin içində iki alt qovluq var. Aşkar operator master. Mənim faylim hansının içindədir? Masterin. Masterin içində də tam yol dediyinə görə faylın özündə götürürəm. Nəticələr .excel, cx, gate, edit. Və beləliklə faylın tam yolunu almış olduk. Gəldik 43-cü suala. Aşağıdakılardan hansı düymələr kombinasiyası File Explorer pəncərəsini açır? Deməli, yoldaşlar, File Explorer'i açmaq üçün biz Windows Y, yəni Windows Explorer, File Explorer sözünü yadda saxlaya bilərsiniz. Bəs digər kombinasiyalar nə iş görür? Deməli, Win nə iş görür aşağılar? Notification. Aksesuarları açırdı. O Win Wi-Fi hissəsi Quick olan. Settings bölməsini açır. Sonra Win nəyə baxmaq üçündür? Mübadilə buferi. Bəli. Ctrl Escape nəyə açır? Start menüsü. Start menüsü. Deməli, Startı. Ctrl Shift Alt'ın xüsusi bir funksiyası yoxdur. Yəni də yoxlayayım. Hayır, tamam. Ona görə bu da heç. Sonra gəldik 44-cü suala. Yenə qəşəng bir dənə sual. Deyək ki, 516 səhifədən ibarət kitabın son 4 səhifəsində təsvir var. Düzdürmü? Yəni 4 dənə səhifə. Deməli, bu təsvirdə piksel sayı 512, yəni 209 vur 209. Neçə rəngli palitraya malikdir? 256. Biz də dedik ki, rəng palitrasına ilə işarə edilir rəngçələri. 200 ilə. 100 256, yəni 208-dirsə, buradan n-i tapıram. N də nədir? 8 bit. Yəni, pikselin həcmi də 8 bitdir. Digər səhifələrdə yerdə neçə səhifə qalıb? 516-dan 4 çıxsam, 512 dənə səhifə qalıb. Bu 512 səhifənin hər birində 64 dənə sətir, hər sətirdə 32 dənə simvol yerləşir. Və mətn harda yazılıb? Unicode-da yazılıb. Yəni, hər simvolun həcmi nə qədərdir? 2 bayt. İndi gəlin həcmini hesablayaq. Deməli, həcm bərabərdir. Piksel birinci qrafik təsvirin həcmi pikselin sayının bir pikselin həcminə hasildir. 8 203 deməkdir. Buradan da bərabərdir 2 + 18, 3 2 + 21 bit. Bu şəkildə yazdım mı? Bunu da gəlin megabayta çevirək. Hələ çevirməklə də qalsın. Öncə 4-ə vuraq. Çünki 4 dənə səhifədədir. 4 vursun 221 bit. O da eləyir 2 + 23 bit. İndi megabayta çevirə bilərik. 223-ə bölərik. Bu da eləyir 1 megabayt. Yəni, qrafik təsvirin həcmi oldu 1 megabayt. Keçək mətnin həcmini tapmağa. 512 səhifə var. Hər səhifədə 64 sətir, hər sətirdə 32 simvol var və Unicode-da yazılıb. Yəni 2 bayt. Yəni də bunları da bir-birinə vururuq. 215, 220, 221 bayt eləyəcək, düzdür? Bu da 221 baytı da megabayta çevirəndə qalır 2 megabayt. İndi ümumi həcmi hesablayaq. Ümumi həcm də bunların cəmidir. Yəni olacaq 3 megabayt. Bu bizim faylımızın həcmidir. İndi deyək 5 dənə disk var. Bax, elə 5 dənə disk var. 1, 2, 3, 4, bir də 5. Hərəsinin tutumu 4 megabaytdır. Bu 3 megabaytı bura yerləşdirdim. Uşaqlar, burada faylı bölüb 3 megabaytını yerləşdirdim. Digər faylı təzədən yerləşdirəndə indi 1 megabayt boş var da. Vurub 1 megabaytı bura, qalanını da digər diskə yerləşdirə bilmərəm. Ona görə hər fayl üçün ayrı disk götürəcəm. Onda hər fayl üçün ayrı disk götürəndə neçə dənə disk lazım olur? Elə ki, ilk götürdüyüm 5 dənə disk istifadə edilir. Yəni, ona görə cavab nə olacaq? 5-ə bərabər olacaq. Müəllim, bu axırını başa düşmədim həmən.
Ayla, bax, faylın həcmi 3 megabaytdır, disk isə 4 megabayt tutur. Düzdür? 3'ü bura qoydun, qaldı 1 megabayt boş yer. O 1 megabayta bu digər fayl təzədən yerləşə biləcəkmi? Xeyr. Buna görə digər faylı digər diskə yerləşdirəcəksən. Yəni hər faylı ayrı diskə yerləşdirəcəksən. Və nəticədə neçə disk istifadə edilir? 5 dənə. Müəllim, başdan gələ bilərik. Nədir sonra? Bir şey diyeceğim. Bəs 1 megabaytlıq Başdan yer yenə boş başdan. qalmır. Daha doğrusu disksiz Da, ora qalmır. disk boş qalır da 1 megabayt. Sadəcə o 3 megabayt o 1 megabayt yeri yerləşə bilirmi? Demir bu kitabın 5 ədəddir. 5 ədəddirsə 3 dənədir də. Hə 4 me hə okey başa düşdüm mən. Səhv bilirdim. 3 megabaytlıq disk başa düşürdüm. Cavabı 4 kimi algılamışdım, anladım. Tamam. Sonra sənin sualın nə idi? Başa düşməmişdim müəllim. Dedim başa salarsız başdan. Başdan tamam. Deyir ki 516 səhifəlik sənəddir. Düzdürmü sonra? Deyir 4 səhifəsində təsvir var. Yerdə neçə səhifə qalacaq? 512 dənə səhifə. Onda da mətn var. Təsvirin həcmi ayrı yolla tapılır, mətnin həcmi ayrı yolla. Təsvirin həcmi üçün bizə 2 parametr lazımdır. Piksel sayı və 1 pikselin həcmi. Piksel sayını burada verib 512 vur 512. 1 pikselin həcmini də palitradan biz tapırıq. Piksel rəng çalarına malik palitrada hər pikselin həcmi n bitdir, yəni 8 bit olur. Bunları bir-birinə vurdum və təsvir 4 dənə səhifədədirsə, səhifədə olduğu üçün təzə bir də 4-ə vurdum. Aldım 223 bit. Onu da böldüm 223-ə megabayta çevirim. Vəbşim təsvirin həcmi 1 megabayt oldu. Keçirəm mətn hissəyə. Mətn həcmi düsturu nədir? Simvol sayının bir simvolun həcminə hasildir. Ümumi simvol sayı üçün səhifə sayını vurdum sətr, onu da vurdum simvola. Bir simvolun həcmi də Unicode deyir. Unicode'a görə təzədən vurdum 2 bayta. Oldu 221 bayt. Bunu da megabayta çevirmək üçün 220-yə böldüm, oldu 2 megabayt. Onda toplam həcm neçə olacaq? 3 megabayt. Yine bunu disklərə yerləşdirməlisən. Məsələn, diskin 4 megabayt tutur. Sən 3 megabaytını bura yerləşdirəndə 1 megabayt boş qalır. Təzədən ikinci faylı bu 1 megabayta yerləşdirə bilmirsən də, elə boş olaraq da qalacaq. İşte məsələn, o diskin həcmi 6 olsaydı, bir diskə 2 faylı rahat yerləşdirərdim. Amma indi yerləşdirəmirəm. Ona görə bir diskə 1 fayl yerləşəcək. 5 dənə diskə neçə dənə fayl yerləşəcək? Elə 5 dənə. Aydın oldu. Bəli müəllim, çox sağ olun. Sən sağ ol sana. Uşaqlar 45, yəni yenə maraqlı və asandır, amma fərqli sualdır. Deyir ki, bu algoritmdə S nə ifadə edir? Yəni S nəyi tapır? Gəlin yoxlayaq. I 1-dir, S 1-dir, I 10-dur. Sual S bərabərdir S vurulsun I. Yəni 10 vurulsun 1 neçə eləyir? 10. I bərabərdir I plus 2, yəni 12. 12 16-dan kiçikdir dedim hə. Təzədən nə edəcək? S-i təzədən niyə vuracaq? I-nin qiyməti nə idi? 12 idi. Sonra gəldik, təzədən sual veririk. 12-nin üstünə bir də 2 gəldi. Yelədə 14. 14 16-dan kiçikdirmi? Hə. Nə edəcək? Bu alınan cavabı yenidən 14-ə vurur. 14-ün üstünə 12 gəldi 16. 16 16-dan kiçik bərabərdir, yenə hə dedi. Onu da vurdu 16-ya. 16 plus 2 neçə eləyəcək? 18. 18 16-dan kiçikdirmi? Yox dedim və sonlandı. Bəs bu algoritm nə iş gördü? Bu algoritm i-nin 10-dan 16-ya qədər cüt qiymətlərinin hasilini tapmaq üçün istifadə edildi. Yəni 10-dan 16-ya qədər cüt ədədlərin hasilini tapdı. Yəni bir bənd oldu. Sonra gəldik 46-cı suala. Doğru olmayan fikri müəyyən edin. Standart proqramlar sistem proqramlarına daxildir. Uşaqlar, standart proqram nə deməkdir? Əməliyyat sistemi ilə birgə kompüterə quraşdırılan proqramdır. Bunlar da hamı sistem olmaq məcburiyyətində deyil. Bunların içində tətbiqi də ola bilər, sistem də ola bilər. Ona görə standart proqram sistem anlayışı nədir? Səhvdir. Parazit viruslar fayllara yoluxaraq onların çoxlu sayda sürətini yayır. Xeyr, faylın çoxlu sayda sürətini yayan viruslar hansıydı? Kompanyon idi mənim o. Bəli, kompanyonlardır. Ona görə bu da səhvdir.
Disk defragmenter diskdəki fayllara müraciəti sürətləndirmək məqsədi ilə istifadə edilir. Disk defragmenter diskdəki fayllara müraciəti sürətləndirirmi? Onları optimal olaraq bir yerə yığırdı. Bəs Optimal bu nəyə səbəb olur? Müraciətin sürətlənməsinə səbəb olur. Ona görə düzdür. Çünki disk defragmenteri optimallaşdırdığı üçün faylların tapılması sürətlənir. Ona görə bir növ fayllara da sürətli müraciət olur. Yəni düzdür. Sistem information əməliyyat sistemi haqqında məlumatlara, həmçinin kompüterin texniki parametrlərinə baxmağa imkan verir. Deməli, sistem information. Baxaq görək system information'da nələr var. Deməli, baxıram burada həm hardware var, yəni aparat təminatı, həm də əməliyyat sistemi. Ona görə bu fikirdə nə olacaq? Düz olacaq. Özü açılan arxiv fayllarının genişlənməsi SFX-dir. Xeyr. Özü açılan arxiv fayllarının adı SFX-dir. Genişlənməsi isə exit. Ona görə 5 dənədir. Səhv. Bu qaydada keçək 47-ci suala. Bu 47 tip suallarda bilirəm çətinlik çəkirsiniz. Ona görə diqqətdən qulaq asın. Sualınız olsa da deyəcəm. Sual düşmüşdü mən səhv eləmirəmsə. Mən saldım. Belə buradan götürüm. Deməli, prosta burada kiçik bir dənə səhv var. Bu xarici dili idi. Deməli, uşaqlar 3 dənə çoxluqdan söhbət gedir. Ona görə 3 dənə diaqram əlavə edəcəm. Uşaqlar, Euler və çoxluqlar arasındakı münasibəti göstərən ən ideal təsvir üsuludur. Deməli, bu olsun info, bu olsun xarici dili, bu da olsun məntiq. Deyək ki, məntiqlə xarici dilinin birləşməsi. Məntiqlə xarici dilinin birləşməsinə gəlin işarələyək. Birləşmə nədir? Bu iki diaqram bir yerdədir. Birləşməsinin informatika ilə kəsişməsi. Bəs informatika ilə kəsişən hissə haradır? İnformatika ilə kəsişən hissə Lap orta. gözünü göstərəcəm. Sadəcə. Baxın. Kəsişən hissə baxın buradır. Bura, bax belə. Gəlin bunları da ayrı-ayrı hissələrə bölək. Çünki 3 dənə ayrı hissədir. X olsun, Y olsun, Z olsun. Deməli, həmin bunları bu hissə 427-yə bərabərdir. Yəni, X plus Y plus Z. Bərabərdir 427. Yəni, birinci mənə bunu başa saldım. Sonra deyir, informatika ilə məntiqin kəsişməsi 222-dir. İndi bir dənə buranı silək. İşarələyək informatika ilə məntiqin kəsişməsini. İnformatika ilə məntiqin kəsişməsi bəs haradır uşaqlar? Bu X, Y olan hissədir. Düzdür? Bu hissədə iki halqanın kəsişdiyi nöqtə. O hissədə dəyişənlər, o hissədə olan dəyişənlər hansılardır? X və Y. Yəni X plus Y nəyə bərabər imiş? 222-yə bərabərdir. Bu da belə getdimi? Sonra baxaq görək nə verir. Deyir ki, informatika, məntiq və xarici dilinin kəsişməsi isə 50-dir. İnformatika, məntiq və xarici dilinin kəsişməsi hansı nöqtədir, hansıdır sizcə? Hər üçünün kəsişməsi. Y açır da mənə. Bu Y açır. Tamamilə doğrudur. Deməli, bizə Y nə verib? 50 verib. İndi mən buradan X-i bilmirəm, amma Y-i bilirəm ki, 50-dir. Nəyə bərabərdir cəmi? 222-yə. Heç ehtiyac da yoxdur əslində. Nə axtarırıq? Belə də yazmaq olar. Olsun da, belə yazdıq işte. 222. X da nəyə bərabər olacaq? 222-dən 50 çıxanda nə qalacaq? 172. 172. Aha. X-i bildim. Sonra Z-i də tapaq. Z üçün nə edəcəm? Bu X plus Y cəminin yerinə 222 qoyacam. Plus Z bilmirəm nədir. Bərabər 427. Düzdürmü? Bizə cavabda Y-lə Z lazım olacaq, ha? Yoxsa necə? Görək baxın bir dənə. Bunu tapın.
Z nəyə bərabərdir? 427 çıxılsın 222. Bunların fərqi nəyə bərabər olacaq? 200 205. Aysan. Nə istəyir? İnformatika və xarici dilin kəsişməsini. Görək informatika və xarici dilin kəsişməsi haradır? Deməli, informatika və Y-dən Z-dir. baxaq, informatika, bəli, Y-dən Z-dir. Onda deməli bunların kəsişməsi üçün nəyi cəmləyəcəm? 50 ilə 205. Y və Z-i. Y-i nə tapmışdım? 50. Z-i nə tapmışam? 205. Bunları da cəmləyəndə nə eləyəcək? 255. Başa düşdünüz? Aydın uşaqlar. Yəni bu şəkildə izah belə deyim, tapa bilərsiniz. Keçək növbəti suala. 48, 49, 50. Bax, necə asanlısa mən hələ də izah edirəm. 4 dəqiqədən sonra. Deməli, uşaqlar. Deyir, 32 səhifədən ibarət mətn informasiyasının müəyyən sürətlə şəbəkə üzərindən 16 saniyə ötürülür. Bu mətnin bir səhifəsində 32 sətr var. Hər sətirdə 32 simvol olduğu məlumdur. Unicode standartında kodlaşdırılan bu mətnin şəbəkə üzərindən neçə kilobit sürətlə ötürüldüyünü tapın. Gəlin, indi tapaq. Deməli, mətnin öncə həcmini tapa bilərəm. Çünki əlimdə səhifə sayı var, sətr sayı var, simvol sayı var və Unicode-a görə bir simvolun həcmi də var. Buraya deyəcək 216 byte. Düzdürmü? Bu da neçə kilobaytdır 210-a bölsəm? 206 kilobayt. Aha. İndi deyir ki, bu 200 kilobaytı ötürməyə 32 saniyə sərf edib. Amma ötürmə sürəti kilobitdən istəyir. Ona görə də nə edəcəm? Bu əlimdəki 206 kilobaytı çevirəcəm kilobitə, sürəti düz tapım deyə. Kilolar eynidir. Bayt dəyişib nə olub? Bit. Baytdan bitə necə keçərik? 200-3-ü bölmək. 209 kilobit. Aha. Deməli 16 saniyəyə mən nə qədər ötürmüşəm? 209, yəni ümumi failə ötürmüşəm kilobit. Bəs neçə saniyəyə? Daha doğrusu 1 saniyəyə nə qədər ötürərəm onu tapıram. X. Deməli x də bərabər, çünki kilobit bölünsün saniyə, yəni 1 saniyədə ötürülən informasiya miqdarı demək. Yəni 1 saniyəyə x yazdım. 1 saniyə tapmalıyıq, yəni. Bəli. Onun üçün də nə edəcəm? 209-u böləcəm 16, yəni 204-ə qalacaq 205, yəni 32 kilobit. Deməli 32 kilobit sürətlə ötürülür. Bu da belə. Sonra yoldaşlar, gəldik 49-a. Deyir, kat və kop əmrləri arasında olan fərqliliklər düzgün verildiyi variantı seçin. Burada mötərizədə Windows sözünü yazmağı unutmuşam. Yəni burada Windows əsarisində baxacaqsınız. Deyir ki, üzərində kat əmri icra edilmiş obyekt əvvəlki yerindən silinir, amma kopya edilmiş obyekt əvvəlki yerində qalır. Bu düz fikirdirmi? Bəli. Düzdür. Üzərində kat əmri icra edilmiş obyekt istənilən qədər, kopya edilmiş obyekt isə bir dəfə istifadə edilir. Bəs bu nədir? Fərqli. Yerləri fərqli olmalıydı. Bəli, üzərində kat edilmiş obyekt sadəcə bir dəfə, kopya əmri icra edilmiş obyekt isə istənilən qədər istifadə edilir. Düzdür. Üzərində kat əmri icra edilmiş obyekt solğun görünür. Kopya əmri icra edilmiş obyekt isə olduğu kimi qalır. Bəs bu düzdürmü? Bu da düzdür. Üzərində kat əmri icra edilmiş obyektin qısa yolu lazımı qovluğa daşımaq olur. Kopya edilmiş obyektin qısa yolunu yapışdırmaq olmur. Əksi olmalıydı. Kopya edilmiş obyektin qısa yolu yaradılır, amma kat edilmiş obyektin qısa yolu yaradılmır. Aydın oldu? Müəllim, katda solğun görünür, yoxsa ümumiyyətlə silinir? Kat əmri icra edilmiş obyekt müvəqqəti olaraq hələ yapışdırılana qədər solğun görünür, amma kopya edilmiş obyekt isə özü əvvəlki yerində olduğu kimi qalır. Hı. Yəni ilkin olaraq yapışdırana qədər. Sayıl deyəndə tam olaraq. Sual vermək olar. Bəli. Keçən həftələrdə testin birində vermişdiniz. Orada mən seçmişdim istənilən qədər, amma variantların arasında
düzgün cavab verilmişdi. Mübadilə buferindən silinənə qədər. Belə bir şey olmalıydı nəsə. Aha. Yəni, kopyani paste eləmək. Yəni kopyalanmışı istənilən qədər, yəni silinənə dək istənilən qədər. İndi burada çox da detaya girilməyib. Sadəcə ümumi olaraq istənilən qədər yapışdırmaq olur. Fikri düzdür də. Yəni onsuz da bu şəkildə icra edirik. Təbii ki, daha dəqiq olan silinənə qədərdir. Silinənə qədər istənilən sayda yapışdırmaq olar. Tamam. Sonra gəldik növbəti məsələyə. Uyğunluq sualıdır. PCI nədir? Portdur yoxsa slotdur? Bu. Slot idi. Slot idi. Buna nə qoşulur? Monitor idi. Səs kartı, şəbəkə kartı, TV kart. Sonra LPT nədir? Paralel portdur. Paralel port, printer LPT scanner. nədir? Printer scanner. COM nədir? Kom da ardıcı. Ardıcıl. Ora nə qoşulurdu? Modem. Mouse modem. Modem. Belə. Mouse yoxdur. Deməli uşaqlar, buradan da bu qədər. Bu birinci sınavımızın biri. Keçək sınaq 4-ə. Bir kompüter resursları vasitəsilə vaxt ləngiməsi və ölçüsünü təmin edən vasitədir. İki növ var, aparat və proqram. Söhbət hansı qurğudan gedir? Sayğac. Nədən? Sayğacdan Sayğac. düzdür. Bəs adapter nə iş görür? Kim deyir? Enerjini ötürürdü. Bir tezlikdən başqa tezlik. Siqnallar bir tezlikdən başqa tezliyə çevirir. Takt impuls generatorun işçi nədir? Elektrik impulslarını generasiya edir. Deməli. Düzdür. Sonra bəs bu porta nə qoşulur? Firewall portuna. Deyirdi USB-dən daha sürətlidir. Ora nə qoşulurdu? Rəqəmsal kameralar. Sonra CMOS nə idi? Daxiliyə qoşulur. Tarix, Vaxt, tarix olan yadda. konfiqurasiya. Vaxtı, tarixi, konfiqurasiyanı, parolu yadda saxlayan yaddaş qurğusuydu. Düzdür? Sonra gəldik 27-ci suala. Deyir ki, abzas daxilində sətirlər arasında məsafənin təyin olunması əməliyyatı düzgün verilmişdir. Deməli uşaqlar, home Verilməmişdi yəqin müəllimə. verilməmişdir. Home, paragraph, line and page break spacing. Bu düzdürmü? Yəni biz bu yolla dəyişə bilirdikmi? Bəli. Deməli, bəli. Hara getdi bu? Buradan home'da, paragrafda line and page break bölməsindən sətirlər arası məsafəni dəyişə bilərik. Bir A düzdür. Home, paragraph, indent and spacing, line spacing. Deməli, home'da paragraf dialoq pəncərəsində indent and spacing pəncərə əlavəsində biz line spacing deyərək sətirlər arası məsafəni həqiqətən də dəyişə bilirik. Sonra gəldik, həmçinin də single seçilməsi, yəni sətirlər arası məsafənin 1 olması üçün Ctrl 1 də sıxa bilərik. Sonra Ctrl 2 ilə yenə sətirlər arası məsafəni 2 eləyə bilərik. 1,5 seçimi vasitəsilə 5 eləyə bilərik. Baxaq görək. Necə? Ctrl 5 ilə arasındakı məsafəni
5 eləyərik, 1,5 eləyərik. Bu da düzdür. On paragraph indent and space'in indentation special. Special burada cavabı səhvdir. Niyə səhvdir? Çünki special abzasın birinci sətrinin və ya yerdə qalan sətirlərin soluna boşluq məsafəsi verir. Yəni sətirlər arası məsafəni dəyişmir. Ona görə Y bəndidir, aid olmuyor. Gəldi 28-ə. Sırf verilmiş şəkil fraqmentinə, yəni sırf fraqmentə fokuslanaraq cavab verə biləcəksiniz. Neçə dənə slayd var? Deməli, burada 2 dənə slayd görürsünüz, düzdürmü? Amma burada görürəm ki, informatika adlı bölmə var. Mötərizədə nə görünür? O bölmədəki slayd sayı. Yəni 3 dənə də buradadır. Ümumi neçə slayd olacaq? 5 dənə slayd olacaq. Sonra 29 deyir, counter virusların təsnifatına görə uyğunluğu müəyyən edin. Kim deyər? Elə ev tapşırığı idi da bu sual. Yaşayış mühitinə görə virusun hansı növləri var? Kim demək istəyir? Deyim mən. Buyur Fidan. Fail yükləmə, bir də yükləmə də olur. Bir də şəbəkə Fidan. Bəli, şəbəkə. Bəs alqoritmik xüsusiyyətlərinə görə hansı növlərini tanıyırsan? Kompanyon, parazit, tələbə, çoxlucan. Bəli. Yaxşı, destruktiv imkanlarına görə hansılar var? Təhlükəli, çox təhlükəli. Yox. Təhlükəsiz, zərərsiz, təhlükəli, çox təhlükəli. Ziyansız, təhlükəli. Əsli təhlükəli, Çox təhlükəli. çox təhlükəli. Bəli, mən ziyansız əvvəlcə zərərsiz dedim desin. Ziyansız zərərsiz. Elə buradan da uyğun seçəcəksiniz dayanmayaq üstündə. Keçək növbəti suala. Deyir, verilmiş şəkil fraqmentində seçilmiş obyekt üzərində bring forward əmri icra edilərsə nə baş verər? Bring forward icra ediləndə uşaqlar, biri var bring forward, bir də var bring to front. Bu iki əmr arasındakı fərq nə idi? Deyim mən. Buyur İlker, dedim. Bring forward olanda sadəcə bir obyekt önə çıxır. Amma bring to front eləyəndə ümumiyyətlə ən qabağa keçir. Düzdür, əla. Yəni bunun əsasına baxırıq. Seçilmiş obyekt önündəki obyektlə yer dəyişir. Yəni bir addım qabağa keçir, elə A bəndi düzdür. Gəldik 31-ə. Deyir, təqdimat faili 6 slayddan ibarətdir. Aşağıdakı ardıcıllıqlar icra edildikdən sonra slaydların sayı neçəyə bərabər olar? Deyir, ilk 4 slayd seçilib və enter düyməsi sıxılıb. Nə baş verəcək? Bir slayd əlavə olunur. Onda neçə dənə slayd olacaq ümumilikdə? 5. Yox, 6 slayd yaxın 4-ü seçilib. 7. Buradan aldım ki 7 slayd. Sonra ikinci slayd seçilib və kontrol düyməsi sıxılaraq 4 və 5-ci slaydların arasına sürüşdürülmüşdür. Kontrolla slaydın sürüklənməsi nə iş görür? Onun kopyasını yaradır, düzdürmü? Bu əməliyyatdan sonra neçə dənə slayd olacaq? 8. 8 dənə. Dördüncü slayd seçilərək shift düyməsi ilə sonuncu slaydın əvvəlinə düşür. Shift nə üçündür? Yerini dəyişir. Yer dəyişəndə say dəyişirmi? Yox. Onda 8 qalır. Sonra sonuncu slayd silindi. Silinəndə nə edir? 7-yə düşür. Bir vayda azalır. 7-yə düşür. Deyir, alt backspace sıxıldı. Alt backspace slayda heç nə eləməyəcəyi üçün yenə say eyni qalacaq. Yəni 7 olacaq. Başa düşdünüz? Sadə backspace olsaydı nə olacaq məndə? Siləcəkdi. Backspace də delete də ikisi də silir slaydı. Gəldik 32. Deməli, deyir, kompüterin daxili qurğularını idarə etmə ilə yanaşı ana lövhənin bütün funksional imkanlarını təmin edən mikrosxem nədir? Kontroller. Uşaqlar, burada nə deyir? Chipset. Xarici qurğu demədi, daxili qurğu. Əgər daxili qurğudursa chipset, xarici qurğudursa kontroller olmalı. Gəldik 33-cü suala. Deməli, deyir ki, şəkildə type print dialoq pəncərəsindən fraqment verilmişdir. Bu fraqmentə əsasən 2, 5, 7, 9, 12 nömrəli səhifələr çapa verilmişdir. Verilmiş parametrlərə əsasən printerdə çap etmək üçün ən çox neçə vərəq lazımdır?
İndi baxıram hansı parametr. Burada diqqət etməli olduğum parametr even page'dir. Even nə edirdi? Cüt səhvə. Cüt rəqəm, cüt səhifələri. Yalnız bir səhvə. Hansı cür səhifələr olacaq? 2, 2, 4, 4, 10, bir də 12. 2. Neçə səhifədir? 4 dənə səhifədir. 4-ü də 3-ə vursaq neçə eləyəcək? Kopya saydı 3-dür. 12. Gəldik növbəti suala. 34-cü suala. Deyir ki, aşağıda həvəskar tələbələr və onların seçdiyi proqramlaşdırma dilləri haqqında verilənlər bazası cədvəlindən fraqmentlər verilmişdir. Deyir ki, cədvəl, baxın, bu yenə əlaqəli cədvəllə bağlı sualdır. Yenə qəbul sual tipidir. Diqqətli qulaq asın. Cədvəl fraqmentinə əsasən birinci kurs tələbələrinin Python proqramı neçə birinci kurs tələbəsinin Python proqramlaşdırma dili seçdiyini müəyyən edin. Deməli, öncə baxıram ki, Python proqramlaşdırma dilini seçən tələbələr hansılardır? Baxıram ki, 115-dir, 118-dir. Düzdürmü? Gəlirəm onları buradan tapıram. 115, 118. Bunlar Python-u seçənlərdir. Düzdür? İndi mənə lazım idi ki, bunlar birinci kurs tələbəsi olsun. Baxıram ki, neçə nəfər birinci kurs tələbəsidir buradan bu seçdiklərimdən. Sadəcə biri birinci kurs tələbəsidir. Digər birinci kursdurmu? Xeyr, üçüncü kursdur. Onu çıxdım. Onda neçə tələb olacaq? Elə bir tələb olacaq. Aydın oldu? Bəli. Tamam. Gəldik 35-ə. Proqramlaşdırma dilində yazılmış proqram maşın dilinə çevrilməsini təmin edən proqramlara nə deyilir? Translyatorlar. Translyatorlar. Düz. Gəldik 36-ya. Verilmiş fikirlərdən hansı doğru deyil? İnternetdə əsasən raster təsvirlər yayımlanır. Bu düzdürmü? Bəli. Qrafikanı oxumusunuz. Bəli. Hansı tip raster təsvirlər? GIF. Deyir. PNG, PNG. JPG. JPEG daha doğrusu. GIF, PNG fayllar daha çox yayılır. Sonra PS-də Adobe Photoshop proqramına aiddir, düzdürmü? Bəli. Paint qrafik redaktorunda hazırlanmış fayllar fayl menüsündən şifrə təyin etmək mümkündür. Aha, gəldik bura. Uşaqlar, normalda ofis proqramlarında biz fayldan mühafizə əməliyyatı icra edə bilirik, amma Paint-də fayl menüsündə mühafizə yoxdur. Ona görə cəsəddir. Vektor təsvirin elementar obyekti xəttdir, düzdür. Paint qrafik redaktorunda obyektlərə animasiya effekti tətbiq etmək mümkün deyil, düzdür. Animasiya anlayışı hansı proqramdadır? PowerPoint. PowerPoint-da. Animation. Tamam. Yaxşı uşaqlar. İndi bura qədər 1 saat oldu. Mən özüm də açıq biraz danışmaqdan yoruldum. 2-3 dəqiqə fasilə eləyək. Ondan sonra davam edəcəm. Yaxşı? Oldu.
Qaldığımız yerdən davam edək. Otuz yeddinci sual. Deməli deyir Mahir, tam dolu diskdən 8 ədəd 3 megabaytlıq səs faylı. 8-i vururam 3-ə. Eləyir 24 megabayt. Daha sonra isə 5 ədəd 4 megabaytlıq şəkil faylı. Ona görə 5-i vururam 4 megabayta. Oldu 20 megabayt. Daha sonra 2 ədəd 4 megabaytlıq səs faylı. 2 ədəd 4 megabaytlıq. 2 dəfə 4. Eləyəcək 8 megabayt. Ay, yox, səhv etdim. Aparan qabağım. Aha. 5 ədəd 4 megabaytlıq şəkil faylı, 12 ədəd isə 2048 kilobayt, yəni 2 megabaytlıq mətn faylı sildi. Yəni bu deyiləcək 24 megabayt. Bunlar ümumi neçə olacaq? 64 megabayt. Bu uşaqlar bu qədər silinib deyil, yəni hal-hazırda boş sahənin həcmi 64 megabaytdır. Sonra isə diskə 2 ədəd 4 megabaytlıq səs faylı. 68 deyim müəllimə. Hə, 68. 2 dəfə 4, 8 megabayt. Bir də 2 ədəd 8 megabaytlıq video faylı yazıldı. Yəni 2 ədəd 8 megabaytlıq. Bu deyiləcək 16 megabayt. Bunların həcmi nə qədərdir? 24 megabayt. Uşaqlar, bax bu təzədən yazıldı deyil, yəni boş sahə əvvəl 68 idi. İndi boş sahənin 24-ü doldu. O zaman yerdə qalan boş sahə nə qədər olacaq? 44 megabayt. Deyir, diskdə nə qədər boş yer qaldı? Deməli 44 megabayt boş yer qalmış oldu. Sonra gəldik 38-ə. Deyir ki, IP protokolu OCI modelinin hansı səviyyəsindədir? HTTP IMAP protokolu OCI modelinin hansı səviyyələrində istifadə edilir? Baxın, IP marşrutlaşdırıcı protokoldur. Və marşrutlaşdırma prosesi hansı səviyyədə baş verir? Şəbəkə səviyyəsində. Yəni şəbəkə səviyyəsi paketləri marşrutlaşdırılmasını təmin edir. Ondan sonra HTTP IMAP isə proqramlayan tətbiq səviyyəsində istifadə edilir. Yəni bu da olacaq nə? Tətbiq səviyyəsi. Yaxşı, burada IP-nin əvəzinə TCP yazsa cavab nə olardı uşaqlar? Hı? Nəqliyyat. Nəqliyyatdır. Və fiziki ilə kanalda TCP/IP ikisi birgə istifadə edilir. Şəbəkədə sadəcə IP, nəqliyyatda isə sadəcə TCP istifadə edilir. Yaxşı. Sonra gəldik 39-cu suala. Deyir ki, iş masasında 5 şaguli sıra, 5 sıra, hər sırada 8 obyekt yerləşmişdir. Hər şaguli sırada 8 dənə obyekt var. Belə işarələmək sizin üçün daha aydın görünər. Ona görə işarələyin. Deməli, 5 dənə şaguli sıra var, hərəsində də 8 obyekt var. Əgər ikinci şaguli sıranın, birinci şaguli sıra, ikinci şaguli sıra, üçüncü, dördüncü, bir də beşinci. Onu da yenə çaşmamanız üçün belə yazın. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, yeddinci, səkkizinci. İndi daha rahat olacaq. Deməli, deyir ki, ikinci şaguli sıranın üçüncü elementi, yəni 2 ilə 3-ün kəsişməsindəki element hansıdır? Budur.
Üçüncü element seçilmiştir ve shift sılı səviyyə vəziyyətdə 5-ci şaquli sıranın 6-cı elementi. Yəni 5-dən 6-nın kəsişməsi də var olacaq. Bu olacaq. 6-cı elementi seçilmişdir. Bu zaman seçilən obyektlərin sayını tapacaqlar. İş masasındakı obyektlər üfüqi istiqamətdə seçilir. Və shift isə bu yanaşı obyektləri üfüqi istiqamətdə seçəcək. Yəni ilk və son obyekt arasındakı həmsini. Onda sayırsız 1, 2, 3, 4. Sonra 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və bununla bir yerdə 19. Deməli, neçə obyekt seçiləcək? 19 dənə obyekt. Yəni D bəndi olacaq cavabımız. Sonra gəldik bura. 40-cı sual. Evə verdiyim faiz sistemi. Bunu siz deyəcəksiniz. Kim deyər? NTFS faiz sisteminin fata görə üstünlükləri hansılardır? Bir düzdür. Yox, Vüsal. Sən əsasları say, sonra düzləri seçərsiniz. Kim saya bilər? 8 dənə üstünlük var idi. Say məni. Kim saymasın? Mən heç saymaq istəyirsən say. Fragmentasiya azalır, sonra nöqsanlar olan hissələr yeni klasterlərlə əvəz olunur. Transaksiya, Bəli. sonra müasir texnologiyalardan istifadə olunur. Transaksiya texnologiyasını Bəli. istifadə etmək etibarlı yaranır. Aha, Bir sonra də səbət ilə təmin olunur hər bir istifadəçi. bəli, sonra Sonra da burada üçüncü böyük ölçülü fayl və bölmələr dəstəklənir. böyük ölçülü fayl və bölmələr düzdür. Sonra faylların sıxılması idi deyəsən. Avtomatik sıxılması və açılması, Onlar fragmentasiyanın təmin azalması, bəli. İndi baxaq hansılara aid olacaq. Transaksiya texnologiyası düzdür. NASA sektorunun meydana çıxması zamanı klasterlər bərpa olunur, əvəz edilir. Böyük ölçülü fayl və bölmələr dəstəklənir. NTFS bölməsinin 50 megabaytdan çox olmamalıdır. Belə bir qaydamız yoxdur. Bütün istifadəçilər üçün Recycle bin, ümumi Recycle bin ilə təmin edilir. Deməli, bütün istifadəçilər ümumi Recycle bindən təmin edilir. Ümumi deyil də. Hər istifadəçi ayrı Recycle bindən təmin edilməlidir. Buna görə düz olanlar sadəcə 1-dən 3 olacaq. Sonra biometrik identifikasiyanın növləri deyil. Biometrik identifikasiya dedik nəyə əsaslanır? Bədənə. Xüsusiyyətləri. Bioloji xüsusiyyətlərimizə. Bioloji Onlar xüsusiyyətləri. indi bunlardan hansı fizioloji deyil? Yəni bioloji belədir. Bəli, PIN kod. Sonra gəldik 42-yə. Bu alqoritmin hansı növünə aid olacaq? Mürəkkəb dövrü. Bəli, niyə sadə dövrü deyilməz mürəkkəb dövrüdür? İç-içə dövr. İki seçim verib. 2 şərt var ona görə. Bəli, bir-birinə daxil olan 2 ayrı dövr var ona görə. Sonra gəldik 43-cü suala. Kompüterlərin şəbəkə adapterinin nazik kabellər birləşdirir. Söhbət hansı qurğudan gedir? Connector. Konnektor. Sonra şəbəkənin ulduz topologiyasından şəbəkə düyünlərini birləşdirməyə imkan verir. Bax. Əslində burada bir dənə kiçik səhv olub uşaqlar. Bu bir bəndi switch-ə də uyğun gəlir. Çünki switch-dən mərkəzi qovşaq kimi istifadə edilə bilər. Sonra kompüter şəbəkəsində prost cavablarda uyğun gəlməyəcək. Nəysə, heç də olmazsa yazaq. Kompüter şəbəkələrində əlaqənin yaradılması üçün istifadə olunan kommutator və keçirmə qovlusudur. Bu nədir? Kommutator Switch. deyəndə nə götürəcək? Bəli, switch. Sonra işçi stansiyanı koaksial kabellər birləşdirən qurğu nədir? Transfer. Transfer. Sonra şəbəkənin iki segmentini birləşdirir. Segmentlər nə birləşdirirdi? Təkrarlayıcı.
Haydi, bu da belə. Sonra gəldik növbəti 41-ci yenə praktiki sualdır. Mən deyir ki, mətn prosesində hazırlanmış sənədin ilkin variantı 6 müxtəlif abzasdan ibarətdir. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı. Aşağıda göstərilmiş əməliyyatlar növbə ilə yerinə yetirilərsə, son nəticəni abzasın ilkin sıra nömrəsi ilə əks etdirən düzgün ardıcılı müəyyən edin. İndi gələk görək nə baş verir. Deyir ki, birinci abzas seçilir, Ctrl-C icra edilir. Ctrl-C neyir onu? Sadəcə kopyalayır. Sonra üçüncü abzasın kursor əvvəlinə gətirilir və Ctrl-V sıxılır. Bu zaman nə baş verəcək uşaqlar? Həmin o Üçüncü ab- 1, 3-ün əvvəlinə Aha. əlavə Düzələcək. belə olacaq. 1 elə bil 2 yerdədir. Sonra deyir ki, Ctrl-V düymələr kombinasiyası təkrar sıxılacaq. Bu zaman nə olacaq? Yenə 1 əlavə ediləcək. 1, 2, 1, 1, 3, 4, 5, bir də 6. Sonra isə deyir ki, 6-cı abzas seçilir və Ctrl-X sıxılır. Yəni 6 neyir? Kəsilir, kat edilir. Sonra ikinci abzas seçilir və delete düyməsi sıxılır. Bu zaman 2 də silinir. Və qalan abzasların ardıcılığı nə olur? 1, 1, 1, 3, 4, 5. Müəllim, Yəni- bəs güzgü ardıcılığı? Hə? O dediyi əks etdirən, düzgün güzgü ardıcılığı başa düşdüm onu heç nə. Tamam. Gəldik 45-ə, çoxunuzun çaşdıran sual. Uşaqlar, bəzi xanalar vardı ki, o ədəd olan xanaya da, boş xanaya da, dolu xanaya da mətn olan xanaya da müraciət edirdi. Bəzi funksiyalar var idi ki, ancaq ədəd olan xanalara müraciət edirdi. İndi bu funksiyaları kim fərqləndirər? Yəni bəzi funksiyalar boş xananı ilə də 0 kim götürdü, bəziləri görmürdü. Orada şeydir, IBS faktorial power, ancaq ədəd mətn bir də boş xanaya. Deməli, İsmail, düzdür. Bu funksiyalar ABS power və faktorial. Bunlar ədəd olan xanaya da, mətn olan xanaya da, boş xanaya da müraciət edirdi. Boş xananı 0 götürürdü, mətn olan xanada value xatası verirdi, ədəd olan xananı da hesablayırdı. Amma yerdə zaman öyrəndiyimiz funksiyalar ədəd Ancaq olan ədəd olan xanalardan başqa heç bir xanalara müraciət edə bilmirdi. Yəni, produktora daxildir. Onda bu funksiya nə edəcək? B1-i görməzdən gələcək, elə 4 olacaq cavab. Yəni, C bəndi. Əminəm ki, çoxunuz bunu B bəndi yazmısınız yəqin ki. Düzdür? B yazmışsınız, sonra səhv çıxır. Sonra gəldik növbəti suala. Deyir, qovluqda 35 obyekt var. Bu obyektlərdən 15-i seçildi, inverse selection icra edildi, ardıca da delə sıxıldı. Qovluqda neçə obyekt qalar? İndi 35-dən neçəsi seçilib? 15-i. Bəs inverse selection icra edəndə nə baş verirdi uşaqlar? O 15-i elə bil ki seçmirdi, 20-sini seçirdi. Yəni Seçilməmişdən. Seçilmişdən seçilməmiş yer dəyişir. Deməli, 15-i qalır, 20-si seçilir. Delete indi hara tətbiq ediləcək? Bu 20-yə tətbiq ediləcək. Bu 20-ni siləcək. Elə başda nə qədər qalacaq obyekt sayı? Elə 15 dənə. Sonra keçək 47-yə. Deyir ki, onluq say sistemində verilmiş P üstü 16 ədədinin P əsaslı say sisteminə çevrilməsi nəticəsində alınan ədəddə sıfırların sayı nə qədər olar? Qüvvət Hə, qədər. Qüvvət qədər. Niyə qüvvət qədər ayırdım? 16 dənə oldu. Pivrosun 16 üstəyin. Deməli, məsələ 16 üstən deyil. Çünki əsası bilmirsən ki. Onluq ədədi deməli, uşaqlar, onluq ədədi 16-lıq say sisteminə, ya daha doğrusu istənilən say sisteminə keçirəndə, məsələn, onluqdan 2-yə keçirəndə 2-yə bölürük. Onluqdan 16-lığa keçəndə 16-ya
bölürük. Onluqdan hansı say sisteminə keçiriksə onun əsasına bölürük. Yəni sənin ədədin P üstü 16-dır. Sən də bilmirsən əsas nədir, amma bilirsən ki P əsaslıdır. Onda sən bunu P əsaslı say sisteminə keçirəndə elə bil P-yə böləcəksən. Həmin bu P üstü 16 P-yə neçə dəfə tam bölünəcək? 16 dəfə. Ay sağ ol. Həbi sən hər dəfə P-yə böləcəksən, 0 alınacaq qalıqda. Deməli 16 dəfə tam bölünürsə 16 dənə 0 var. Yəni qüvvət qədərdir. Aydın oldu? Qısası bunu da qayda halına gətirə bilərsiniz ki, P üstü n onluq say sistemindəki P üstü n ədədini P əsaslı say sisteminə keçirdikdə P-nin qüvvəti qədər, yəni n dənə 0 alınır. Gəldik 48-ə. Deyək, view length tabının window length qrupunun əmrləri vasitəsilə icrası mümkün olmayan əməliyyat hansıdır? Söhbət egziyədən gəlir. Sətir və sütunları dondurmaq mümkündürmü? Bəli. Hansı əmr idi o icra edən? Freeze frames. Düzdür. Cari iş vərəqini gizlətmək. Bu hardaydı? Sətiri, sütunu, vərəqi homdan. Bəs işçi kitabı hardan gizlədirik? View'dan. Bəli. Cari iş kitabını gizlətmək onda düz olacaq da. Aktiv pəncərənin bölünməsi. Split əmri var idimi Windows'da? Var idi. Bəli. Proqram görünüş rejimi dəyişdirmək, xeyr. Çünki biz sırf Windows Lent qrupundan danışırıq. Miqyası dəyişməkdə zoomdadır, ona görə bu da aid deyil. Aid olmayanlar nə olacaq? 2, 5, 6 olacaq. Gəldik 49-a. Aksesdə hansı sabitlərdən istifadə edilir? 100 dəfə sual verirəm, hər dəfə qarışdırırsınız. Deyin görək hansı sabitlər? True, false. True, false. Başqa? Null, bir də 5. Null, bir Boş də sətir. Boş sətir. Bəs like nədir? Xüsusi sayılır o. Xüsusi əməliyyat. Bir. Bəs and nədir? Məntiqi. Düzdür. Gəldik 50-yə. Uyğunluğu müəyyən edin. Sum 1, 4. Neynir? 1 ilə 4-ü cəmləyir, olur 5. Product 3, 5. 3-dən 5-in hasilini tapır, olur neçə? 15. Average neyniyəcək? Bunların ədədi ortasını tapacaq. Yəni 5-i 15 ilə toplayıb nəyə böləcək? 2-yə. Eləyəcək 10. Sonra gəldik if-ə. Deyir 5 6-dan böyükdürmü? İndi 5 6-dan böyükdürmü uşaqlar? Xeyr, olacaq. Xeyr, false olacaq. Right neynir bəs? Onda right funksiyası icra edilir. Right Sağdan neyniyəcək bir- burada? Ən bir sağdakı seçəcək. simvolu seçəcək. Nə seçiləcək? 1. 1. Bir. Deməli burada nə alınacaq? 1. Sonra len informatika, len in, len. Deməli uşaqlar, len neynir? İnformatika sözündəki simvollar sayılır. İndi burada dırnağı sayacaq yoxsa saymayacaq? Saymayacaq. sayılır. Saymayacaq. Saymayacaq uşaqlar. İstinad olanda sayılır. Yəni daha doğrusu məsələn xananın içində olsaydı dırnaq sayılardı, amma düsturda yazılıbsa bu düsturun özünə aiddir, sayılmaz. Argumenti saymır. Bir dənə. Arqumentdə saymayacaq. Yəni o düsturun öz işarəsidir. O birisi lendə bu 11-dəki simvollar sayacaq. Neçə dənə simvol olacaq? 2 dənə. Müəllim, bu birincini necə elədiniz bəs? Onu başa düşmədim. Averalda. Sam Average. 1, 4. Sam cəmləmədir. 1 ilə 4-ü cəmlədi. Product isə hasil funksiyasıdır. 3-dən 5-in hasilini tapdı 15. Aldın bunları. Average ədədi ortadır. Yəni 5 üstün 15 gəlib 2-yə böləcək. Nə alınacaq oradan da? 10 alınacaq. Başa düşdün? Bəli. Tamam. Söz. Deməli uşaqlar, sınaqlar bitdi. Biraz uzun oldu. Müəllimə, Bəli, action. həmən o ikinci suala baxa bilərsiniz, zəhmət olmasa. Birində üstündəkilər, Baxdım. göstərə bilməyəcəm. Ona qalsın, mən məsələn şəxsiyə ataram. 32-ni demirdin sən? 32-ci sual. Da 32-ni açmışam. Bu deyildi. Üstünə belə müəllimə şaquli yumru dairələr çəkmişdi, onu deyirəm. Ha, bu 39-cu sual idi.
39-dur. Hə, 10 izah edeyim təzədən. 10 demək istəyirsən. Bəli, yəni şəklini çəkin bunun. Ha, yaxşı. Çox sağ olun. Hadi, sağ ol. Heç nə, bu da belə uşaqlar. İndi keçək sual cavabı. Deməli uşaqlar, kim deyər? Faylların klasterlərə yerləşməsini təmin edən proqramlar toplusuna nə deyilir? Proqram vasitələrinə daha doğrusu. Bir də sual verirsən. Faylların klasterlərə yerləşdirilməsini təmin edən proqram vasitələrinə nə deyilir? Fayl sistemi deyilir. Bəli. Deməli, Windows-un və MS-DOS-da, Windows-un köhnə versiyalarında hansı fayl sistemləri istifadə edilib? Kim deyər? Buyur Ülker. Biri FAT16 idi. Hə, sonra? FAT16, FAT32, NTFS. Yox, köhnə versiyalar dedim. Onda görə FAT16, FAT32, FAT12 bunlardır. Yaxşı uşaqlar, kim deyər bu fayl sistemləri fayllar haqqındakı məlumatı hansı cədvəldə saxlayırdı? MTF. Yox. Söhbət faktlardan gedir. Elə fakt cədvəldə saxlanır. Bu da diskin 0-cı cığırında yerləşirdi. FAT32 fayl sistemi maksimum nə qədər həcmli disklərlə və nə qədər həcmli fayllarla işləyə bilir? 232. Xeyr. Mən diskin Faildə mən 4 GB olurdu. Diskdə də 8 TB səfərləmişəm. Düzdür. Yaxşı. Ondan sonra deyə bilərsinizmi? NTFS fayl sistemində klasterlərin standart ölçüsü neçə olur? 4 kilobayt. Düzdür Fatimə. Ay Fatimə, bəs FAT fayl sistemlərində klasterlərin ölçüsü hansı aralıqda dəyişirdi? 512 kilobaytla 512 baytla 64 kilobayt arasında. Düzdür Fatimə, düzdür. Yaxşı. NTFS fayl sistemi fayl haqqındakı məlumatları hansı cədvəldə saxlayır? MFT cədvəl. Düzdür Fatimə. Yaxşı. Bəs şifrələmək üçün hansı fayl sistemindən istifadə edirdik? EFS fayl sistemi idi deyəsən. Düzdür Fatimə. Ondan sonra, yaxşı, diskin məntiqi formatlaşdırılmasını həyata keçirən proqramlar hansılardır? Biri format.com idi. Xeyr, o yüksək səviyyəli formatlaşdırma idi. F-disk Mən məntiqi hissələrə... F-disk. Bir də ikinci alternativ olaraq... Partition Magic. Düzdür, Fatimə. Düzdür. Yaxşı uşaqlar. Tutalım, həcmi 15 kilobayt olan fayl verilib. Bu faylı isə 4 kilobaytlıq klasterlərə yerləşdirilib. Bu faylı neçə klasterə yerləşdirəcəksən və faylın yaddaşdakı həcmi nə qədər olacaq? Kim deyər? Məlahət, buyur. 4 dənə klasterə. Bəli, bəs həcmi nə olacaq diskdəki? Bir klasterin həcmi nə qədər idi? 4 kilobayt. 4 vuracaq 4, 16. Bəli, düzdür. Yaxşı uşaqlar, məsələn, tutalım 2 fayl var. Hərəsinin həcmi ya da 3 olsun. Hərəsinin həcmi 1 kilobayt olan 3 dənə mətn faylı var. Bu mətn fayllarından neçə dənə 4 kilobaytlıq klasterlə yerləşdirmək olar? 3. Niyə hamısını birinə yerləşdirmədin Şəbnəm? Hərəsi ayrı-ayrı olmalı. Düzdür Şəbnəm, hərəsi ayrı-ayrı olmalıdır. Yəni, hər fayl üçün ayrı klaster götürməlidir. Doğrudur. Sonra, kim deyə bilər? Nə vaxt fayl diskdə əlavə yer tutmur? Hansı halda fayllar diskdə əlavə yer tutmur? Yəni, öz həcmi nədirsə, diskdə də o qədər yer tutur.
Məsələn, failin Boş disk Klasterin olan ölçüsü ilə eyni olanda. Klasterin aşağı klasterin ölçüsünə tam bölünəndə. Hə. Baxın, çünki məsələn failin həcmi 16 olsa, 4 kilobaytlıq klasterlərə yerləşdirmək üçün 4 böləsən 4 eləyəcək, 4-ü təzədən 4-ə vuranda 16 eləyəcək. Və ya həcmi 24 kilobayt olan fail olsa, 24-ü 4-ə böləndə 6 eləyəcək, 6-yı təzədən 4-ə vuranda 24 eləyəcək. Əgər failin həcmi klasterin həcminə tam bölünürsə, onda diskdə əlavə yer tutmur. Oldu? Başa düşdünüz? Yaxşı, ondan sonra deyə bilərsinizmi? MS-DOS əməliyyat sistemində failin adında və genişlənməsində maksimum neçə dənə simvol ola bilər? 8-in içə. 8, genişlənmədə 3 dənə. 3 dənə. Yaxşı, istər Windows olsun, istər MS-DOS olsun, bu əməliyyat sistemlərində hansı simvollardan failin və qovluğun adında istifadə edə bilmərəm? Buyur Şəbnəm. Düz sağa sola drop işarələri, düz xətt, böyük, kiçik, 2 qoşa nöqtə, sual, ulduz, bir qaldı deyəsən. Bir də cüt dırnaq. Dırnaq. Hə, dırnaq. Tək dırnaq olarmı? Yəqin olar. Olar. İmtahanınızda da düşmüşdü, birinci həftə olar. Yaxşı, qüvvət işarəsi var ha, bu böyükdür, kiçikdir işarəsinin yuxarıdan aşağıya olanı. Sizcə o olarmı? Olar. O da olar. Uşaqlar, dediyimiz işarələrdən başqa bütün işarələr olar. Yaxşı, sonra başqa. Failləri qrup şəklində axtarmaq üçün istifadə edilən şablonlar hansılardır? Ulduz, sual, maskalanmalar. Ulduzla sualın bir-birindən fərqi nədir? Sual ancaq bir dənə. Buyur Sara. Sara. Ulduzda ixtiyari sayda simvolu əvəz eləyə bilirdi, amma sualda isə sadəcə bir simvolu əvəz eləyə bilirdi. Sualın yerində boş ola bilərmi? Yəni simvol olmaya bilərmi? Sual yazsın amma simvol olmasın. Olar. Olmaz. Mütləq Olmaz. bir sualın yerində bir simvol olmalıdır, amma ulduzun yerində simvol olmaya da bilər. Yəni ulduza fərqi yoxdur ixtiyar sayda deyə. Yaxşı, belə bir sual verim. MS-DOS əməliyyat sistemində ulduz maksimum failin adında neçə dənə simvol əvəz eləyə bilər? İstənilən sayda. 8. MS-DOS-da fail adında 8. Dediz MS-DOS-da failin adında maksimum 8 simvol varsa, 8. maksimum neçə dənəsini əvəz eləyəcək? 8 dənəsini. 8. Yaxşı, sonra ilk dəfə qrafik interfeysdən istifadə edən əməliyyat sistemi hansı olmuşdur? Mac. Mac. Düzdür, Macintosh, Mac OS. Yaxşı, sonra deyə bilərsinizmi? Bəs ilk dəfə mouse'un istifadəsi hansına aiddir? o da olmalı. o da macOS. Macos. Mac OS düzdür. Windows əməliyyat sisteminin hansı versiyalarını tanıyırsınız? Windows 95, 98, Windows NT, Aha. Windows Millennium. 2000, sonra XY, MY var idi. MY XP var. Sonra 7, 708, 8.1, 9, 11, 9 9 yox 10, 11. Ən geniş yayılmışdı ki 11'dir. Yaxşı, sonra interfeysin hansı növləri var və interfeys nədir? 2. Yox, 4 dənə. hansılardır? Proqram interfeysi, istifadəçi interfeysi, intellektual interfeys, bir də işçi maşın interfeysi, yəni proqram interfeysi. Maşın interfeysi. Buna başqa nə demək olar? Aparat interfeysi də deyə bilərsiniz. Bəli. Yaxşı, sonra istifadəçi interfeysinin hansı növləri var? Mətnli və qrafik. Düzdür. Yaxşı, deyə bilərsinizmi? Resurslardan istifadəyə görə əməliyyat sisteminin hansı növləri var? Şəbəkə lokal. Düzdür, şəbəkə lokal. Sonra informasiyanın emal rejiminə görə Paket, Vaxt, vaxt, bölgülü, real miqyaslı. paket, vaxt, real, vaxt bölgüsü, real vaxt miqyaslı. Sonra, yaxşı, deyə bilərsinizmi? Arxivləşdirmə dərəcəsi
Nələrdən asılı olur? Proqram təminatından sual verirəm. Nəzrin, buyur. Arxivatordan, eyni zamanda arxivləşdirmə üsulundan və faylın tipindən. Düzdür. Ay Nəzrin, ən çox arxivləşdirməyə məruz qalan fayl tipi hansıdır? Mətin. Mətn. Arxivləşdirmə mətndəki səhifə sayına, satır sayına, simvol sayına necə təsir göstərir? Həcmə təsir göstərmir. Ümumiyyətlə təsir göstərmir. Sayıya təsir göstərir, Təsir sadəcə göstərir. həcmə təsir göstərir, düzdür. Sonra, özü açılan arxiv fayllarına nə deyilir? SPX. SPX. Bu faylların Genişlənməsi. genişlənməsi nədir? Exe. Yaxşı, sonra funksiyalarını kim saya bilər? Nəyi müəllimə? Utilit proqramların funksiyalarını. Mikrofonlar bağlandı. Hə, Səriyə, buyur. Maqnit disk sahəsinin keyfiyyətinin yoxlanılması, informasiyanın mühafizəsi, sonra arxivlərin yaradılması, şəbəkəyə xidmət, disklərin formatlaşdırılması, sonra bir də deməli müxtəlif formatda mətnlərin çapı. Düzdür, Səriyə. Səriyə, sən keçən dəfə də, bu dəfə də o qədər belə dəqiq ürəyimcə cavab verirsən ki, bayılıram. Bir də sən xətlədim. Sonra keçək növbəti məsələyə, növbəti sualımıza. Nə verir suallara? Yaxşı, verilənlər bazasını idarə etmə sistemlərini kim sayar proqramları? Buyur Şəbnəm. Access, Progress, Clipper, S'yı base var idi, R base, D base, Fox base, MySQL, MS SQL-lar. Bəli, düzdür. Yaxşı, ondan sonra inteqrallaşdırılmış mühit deyəndə hansı proqramlar başa düşürsünüz? Instrumental. İnstrumental hansılardır onlar? Bu Pascal, C++'dir. Turbo Pascal, NetBeans və Visual Studio bunlar idi. Çox idi axı məncə. Oracle Developer-dan PLSQL Developer olardı. Tamam. Yaxşı, sonra nə sorayım? Əməliyyat sistemi ilə işi asanlaşdırmaq üçün istifadə edilən proqramlara nə deyilir? Nə deyilir? Proqramlar. Əməliyyat ölçüləri. Əməliyyat ölçüləri. Kompüter işə düşdükdə, işlədiyi müddətdə kompüterin işinə nəzarət, düzgün işləməsinə nəzarət edən proqramlara nə deyilir? Nəzarətçi proqramlar. Ümumi diaqnostika proqramları. Yaxşı, sonra fayla yorxaraq faylın çoxlu sayda sürətini yayan virus hansıdır? Kompanyon. Bəs xüsusi şifrəlmə metodundan istifadə edərək antivirus tərəfindən tapılmasına əngəl Polimorf. Polimorf, düzdür. Sonra yaxşı. Antivirus proqramları hansı qruplara bölünür? Filtr, sonra müfəttiş proqramları, həkim proqramları, vaksinlər, operasionları və detektorlar. Hansı antivirus proqramı özünü virus kimi aparır, yəni virus alqoritminə sahibdir? Vaksinlər, immunizatorlar. Düzdür. Yaxşı, sonra. Antivirus proqramlarını kim sayar? Aviradır, Avastdır,
Oran Panda. A testi desən. Panda. Avaygi yazırdı. Kaspersky. Tamam. Vay, Panda, Avira, Doktor Solomon. Nodotski, Doktor B. Pro Yaxşı. Manital. Kaspersky. Tamam, bəs eləyək. Ondan sonra başqa. Proqramın quraşdırılması, yüklənməsi və endirilməsi bu prosesləri kim izah eləyər? Buyur Sara. Proqramın yüklənməsi xarici yaddaşdan əməli yaddaşa köçürülmədir. Endirilmə interfeysdən yüklənmədir, kompüterin sərt diskinə, oradan da xarici İnternetdən. yaddaşdan. Aha. Aha, bəli. Bir də ki, quraşdırma var idi, o setup və xarici yaddaşdan o da. Kənar yaddaş daşıyıcılarından kompüterin xarici yaddaşına köçürülmə prosesinə quraşdırma deyilir. Yaxşı, sonra deməli, hansı proqramların müəyyən bir hissəsi işləmir? Bu cür proqramlara nə deyilir? Müəyyən bir hissəsi işləməyən proqramlara. Demo proqramlar sınamaq üçün. Bəs günlük və ya aylıq giriş limiti qoyulan proqramlar. Shareware. Shareware. Düzdür. Doğrudur. Əla. Sonra sistem proqramlarının funksiyaları hansılardır? Kim sayar? Deyim. Buyur yazın. Verilənlərin mühafizəsi, verilənlərin bərpası, Yo, əsas arxiv. alt qruplarınızda əsas 2 dənə funksiyası var. Onlar denən. Sistem proqramlarının servis demirəm. Sistem deyirsiniz. Hə. Kompüterin işini idarə edən bir də emal prosesi. Kompüterin işini, informasiyanın emalını idarə etmək, təşkil etmək, tətbiqi proqramların işi üçün informasiya mühiti yaratmaq. Mühit. əlverişli informasiya. Bəli. Yaxşı uşaqlar. Deməli, gələn dərsə nə edirsiniz? Gələn dərsə Windows əməliyyat sisteminin möhtəşəm şəkildə öyrənirsiniz 3-cü gündə. Bir də ki, asan bir dənə mövzu götürün. Hansı mövzunu götürəsiniz asan? Kompüter qrafikası. Bir də onu təkrar edin. Yaxşı. 6 və 11. 6-11. Bəli. Oldu mənim. Çox sağ ol. Oldu. Sağ olun. Gecəniz xeyrə Sağ olun. qalsın. Siz sağ olun.